Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 40-ın davamını izah edəcəm. Səhifə 69, 70, 71 və 72. Səhifə 68-i izah etmirəm, çünki o cütlərlə işdir və onu parta yoldaşınızla məktəbdə eləməlisiniz. Səhifə 69, iş vərəqi 4. Gəlin təkrar emal edək. Tapşırıq 1. Növbəti səhifədə məişət tullantıların şəkilləri göstərilmişdir. Şəkillərin nömrələrini verilmiş tullantı qutularının üzərindəki müvafiq boşluqlara yazın. Deməli, burada bizə 4 qutu verib. Yalnız şüşə, yalnız kağız, yalnız plastik və yalnız metal. İndi səhifə 70-dəki məişət tullantılara baxırıq. Boş şüşə yalnız şüşə qutusuna atılmalıdır. Şüşə qapaqları, şüşədən qapaq olmur, metaldan olar, onda yalnız metala atılardı. Ancaq da bizə burada şüşə yazdığına görə yalnız şüşəyə atmalıyıq, çünki şüşə qapaq olmur. Tək istifadəli çəngəl plastikdən hazırlandığına görə yalnız plastik qutusuna atırıq. İçki qutusu metaldan hazırlanıb, onu atırıq yalnız metal qutusuna. Süd qutusu kağızdan hazırlanıb, onu da atırıq yalnız kağız qutusuna. İçmək üçün çöp plastik qutusuna atılır. Yumurta kartonu kağızdan, kartondan hazırlanıb, yəni kağızdan, ona görə də yalnız kağız qutusuna atılır. Zərfi yalnız kağız, mürəbbə bankası şüşədən hazırlanıb, ona görə yalnız şüşə. Jurnal kağızdan düzəldilib, yalnız kağız qutusuna atılır. Şampun qabı burada həm plastik ola bilər, həm də şüşədən də ola bilər. Ona görə tam dəqiq bilmirəm. Yəni əgər plastikdirsə yalnız plastik qutusuna, şüşədənsə yalnız şüşə qutusuna atılır. Su butulkası bu isə plastikdən hazırlandığına görə yalnız plastik qutusuna atılmalıdır. Səhifə 71, iş vərəqi 5. Təkrar emal qutularını yerləşdirək. Siz məktəbin ətraf mühit komandasının üzvüsünüz. Komandanıza məktəbin sağ tərəfindəki qutuya bənzəyən 4 yeni zibil qutusunu yerləşdirmək tapşırılıb. Məktəbinizdə aşağıdakı 4 məkana daha çox uyğun gələn kağız və ya plastik tullantı qutularını boşluqlara yerləşdirin və suallara cavab verin. Deməli, sinif otağına əsasən kağız qutusu qoyarıq, çünki kağızdan çox istifadə edilir məktəbdə, sinif otağında. Məktəb meydançasında plastik qutu, çünki əsasən məktəb meydançasında məsələn su içirlərsə butulkanı ora ata bilərlər. Yeməkxanada plastik qutusu, çünki oradakı qablar, stəkanlar falan, onlar bir dəfəlik istifadə üçündür və plastikdən hazırlanır. Tualetdə isə kağız qutusu istifadə olunur, çünki salfetdən istifadə edirlər. Səhifə 72-dəki gəlin suallara baxaq. Zibil qutularını yerləşdirmək üçün hansı məkanları sadalaya bilərsiniz? Deməli, yaza bilərik parklar, məktəblər, ticarət mərkəzləri, binaların həyətləri, ofislər və s. Yəni yazaq bunları. Parklar, məktəblər, ticarət mərkəzləri, binaların həyətləri, ofislər və s. B. Hansı məkan kağız tullantıları üçün təkrar emal qutusuna ən uyğun yerdir? Kağız tullantıları üçün məktəblər və ofisləri qeyd etmək olar. Bu məkanlarda çoxlu kağız istifadə olunduğuna görə kağız tullantılarını toplamaq və təkrar emal etmək üçün uyğun yerdir. Elə yazırıq ki, məktəb və ofisləri qeyd etmək olar. İzahını da verdik.
C. Hansı məkanlar plastik tullantılar üçün təkrar emal qutusuna ən uyğun yerdir? Marketlər və restoranlar. Bu nəyə görə? Çünki bu məkanlarda plastik qablar və butulkalar çox istifadə olunur. Buna görə də plastik tullantılar üçün qutuların burada olmağı uyğundur. İzahını verdim. İndi də yazdırıq ki, marketlər və restoranları qeyd etmək. Hansı məkan metal tullantıları üçün təkrar emal qutusuna ən uyğun yerdir? Sənaye müəssisələri və təmir sexləri. Bu yerlərdə metal tullantıları daha çox olur. Ona görə də metal tullantılar üçün qutuların buraya bu yerə qoyulması məqsədə uyğundur. İzahını verdim və burada da yazdırıq ki, sənaye müəssisələri və təmir sexləri. Tapşırıq 2. Qutunun üzərindəki işarə təkrar emal oluna bilər. Malların üzərində aşkar edilə bilər. Aşağıdakı fikirlərdən hansı kağız məhsullarının təkrar emalının vacibliyini göstərir? Aşağıdakı fikirlərin hansı kağız məhsullarının təkrar emalının vacibliyini göstərir? A. Əmələ gələn tullantıların miqdarını azaldır. B. Malik olduğumuz məhdud sayda ehtiyatları qoruyur. C. Su çirkləndirməsini azaldır. D. Məşələrin qırılmasının dərəcəsini azaldır. Burada uyğun cavab C variantı olacaq. Daha doğrusu D variantı olacaq. Çünki məşələrin qırılmasının dərəcəsini azaldır. Çünki kağız ağacdan hazırlanır və bunun üçün də çox ağac lazımdır və əgər təkrar emal etsək, onda buna qənaət etmiş olarıq. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.